Asfalt da gəlib töküblər, bu da yer. Məhləni yansın eləyiblər, yansın qalıb pis gündə. Bilmir, indi bu dərdimizi kimə deyək? Baxın, bu bizim blokun vəziyyəti. Bunu da mənim öz yoldaşım burada asfalt gedəndə özü elətdiribdi. Özü lapatka ilə daşıyıb eləyibdi. İndi təzədən nümayəndə gəlib, eləyir. O biri blokları eləyibdi. Deyəndə ki, bura üstündən gedin, deyir, bizlik deyir. Yəni, sizə o biri bloku göstərəcək, o biri bloku düz nərdivana qədər asfaltlanıb. Burada düz nərdivan ağzına qədər asfaltlanıbdır. Amma bizdə yox. Birini eləyirlər, birini eləmirlər. Sağ olun. Bax, bura asfaltlanıbdır buz. Bura kanaliza istəyirdi. Buna bax, kanaliza su açıq. Bu bloka gəlmir. Bu blok hardan gəlibdir? Buna nəzarət edən yoxdur. Asfalt çəkənlərə deyirəm, niyə buraya çəkmir? Deyir, bizlik deyil. Başa düşməm, bu haralıdır. Kimə müraciət eləməliyik bizim, kimə deməliyik sözümüzü. Biri blokların ağzına asfalt çəkib bizim blokun. Baxın da xanım, buralar çəkin, xahiş elə. Bir buraya bax, buralar günə-gündədir. Şəhərin mərkəzi Astanovkanı yanı. Bu binanın baxın, mağazinin arxası qabağı Astanovkanı. Belə şey olar. Çinin bir buran düşüb, baxın. Görün, belə asfalt tökərlər, birazını töküblər və elə qayırıblar ki, mənim padezimin ağzı Xəzər dənizinə oxşayır. Bütün yağan yağış gəlir, dolur bura. Gələk biz gəmi alaq ki, buradan o yana üzək, bir yana üzək. Hə, qadınam, bax oranı keçən dəfə dedik ki, eləsinlər, eləmədilər. O gün yağış yağdı. Bax bütün o yağış gəldi. Bax, gətirin bura bir dəqiqə. Görürsüz, bax bu padvala doldu. Bu da hamısı mənim evimin içinə gedir. Mən nəyə görə belə əziyyət çəkməliyəm? Və burada uşaq var, yaşlı var, olmaz axı belə. Bax bir də buranı göstərək. Bax buranıcaz, gör nə günə qoydular.